Özünü və digərlərini qorumaq üçün həmişə xatırlamalı olduğun bir neçə təhlükəsizlik qaydası var. Qadağan olunmuş ərazilərə girməyin. Əraziyə girişin qadağan olunmasının səbəbi səni qorumaqdır. Sakit qal. Sənə zərər dəyməyib və özünü təhlükəyə salmadan bu vəziyyətdən xilas olmaq mümkündür. Dərhal dayan ki, təsadüfən gizlədilmiş minanın üstünə çıxmayasan. Ayaqlarını tərpətmə və oturma. Yanında başqa adamlar varsa, onlara dayanın, tərpənməyin, ərazi minalanıb deyə qışqır. Bunu etməklə onların gizlədilmiş minanın üzərinə təsadüfən çıxmasının qarşısını almış olacaqsan. Üzərində mobil telefonun varsa, 102 və ya 112 qısa nömrələrinə zəng edib kömək istə. Vəziyyəti və harda olduğunu izah et. Onlar minalanmış ərazidən təhlükəsiz şəraitdə çıxmağına kömək edəcək, mütəxəssis göndərəcəklər. Üzərində mobil telefon yoxdursa, amma uzaqdan kimsə görsən, qışqıraraq onlardan kömək istə. Onlara de ki, sən tərəfə yaxınlaşmasınlar. Minanın üstünə çıxmamaq üçün uzaq dursunlar. Lakin 102 yaxud 112 qısa nömrələrinə zəng etmələrini xahiş et.